Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidina ve nebiyyina ve habibi kulubina bil Qasim Muhammed. Ve ala alihi tayyibine tahirin. Usikum ya ibadallah ve nefsi bi təqvallah və nəzmi əmrikum. Yenə də ilk növbədə əzizlərim, özümü və siz əzizlərimi təqvaya tövsiyə edirəm. Salam aleykum. İşlərimizdə gərəkdir ki, nəzmimiz olsun. Amma biz həmişə çalışmışıq ki, cümə xütbələrində mövzu müəyyən olsun, yəni əl-kəlamı, yəcrül kəlam olmasın, sözü səkən xütbə olmasın. Bugünkü mövzumuz da qələbə haqqındadır. Bilirik ki, qarşıdan bizi böyük qələbə gözləyir, böyük zəfər bayramı gəlir sabahları. Bu bayram münasibəti ilə hamımızı ürəkdən təbrik eləyirəm. Həqiqətən böyük bir dənə bayramdır. Elə bir bayramdır ki, bu bayramın ruhunda inam, çətin olan məsələləri asan məsələlərə çevirdi. İnsanların, xalqın birliyi ilə, vəhdəti ilə böyük qələbə əldə olundu. Mən dəfələrlə demişəm, bugün artıq neçə ildir, 2 ildir ki, masallımız, Azərbaycanımız şəhid görmür və həddən artıq böyük bir dərddir ki, ata, övlad böyükdə 18 ildən sonra onun cənazəsi qabağına gəlir. Həddən artıq böyük bir dənə dərddir. Bir ərəb gəldi İmam Sadi əleyhissalamın yanına, salamun aleykum. Dedi, yəbnə Rəsulillah, ata üçün ən gözəl an hansıdır? Atanın ən sevimli anı hansıdır? Dedi, ərəb, ata üçün ən gözəl an, ən sevincli an odur ki, gözəl, əxlaqlı, tərbiyəli oğlu ola, oğul gedə ata bunun arxasıca baxa, fəxr eləyə. Dedi, yəbnə Rəsulillah, bunu başa düşdüm. Bəs atanın ən pis günü haçandır? Dedi, ərəb, bilirdim bu suala gələcəksən, bu sualı soruşacaqsan. Atanın ən pis günü o vaxtdır ki, istədiyi balasının cənazəsin önünə gətirələr. Həqiqətən çətin anlar idi. Bu anları yaşadıq və Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Xalqın, rəhbərliyin, insanların vəhdəti ilə bu günləri biz bu qələbə bayramın alnı açıq şəkildə yaşayırıq. Sabahları inşallah bu böyük bayram hər yanda qeyd ediləcək. Biz də bir neçə kəlmə bu barədə dedik və deyirik, əzizlərim. Bu qələbədən sonra çoxlu dəyişikliklər oldu, həm mənəvi cəhətdən, həm maddi cəhətdən. Amma İslam